Sevən insan saatlarla yoxa çıxa bilmir. Ən məşğul olan insan belə, canım, işim çoxdur, işim bitən kimi yazacam deyə bilər. Niyə yazmırsan, mesajlarıma niyə baxmırsan sualı əslində normal görsənsə də, bu sənin necə zəif olduğun, sənin necə ondan asılı olduğunu şuuraltı olaraq bildirir. O qadın, o insan görür ki, sənsiz həyatı maraqsızdır və sənin mesajlarına ehtiyacı var. Heç bir qadın da, heç bir kişi də özgüvənsiz, birisindən asılı olacaq insanla həyatını davam elətdirmək istəməz. Bu hallarda nə etməlisən? 1. Əgər sizi görməzdən gəlirsə, siz də görməzdən gəlin. Hardasan? Mesaj yerinə öz işə fokuslan, öz karyera qur. 2. Yalvarma. Özünə bir dənə plan qur. Təzə hobbilər tapa bilərsən, təzə görüləcək işlər tapa bilərsən. Sənə dəyər verən insanların ətrafında ol. Təbii ki, sənə dəyər verən insanlar da gəlib səni tapacaq. Sən özünə dəyər versən, özünü dəyərli bilsən, insanlar da səni dəyərli bilib sənin ətrafında olmaq istəyəcək. 3. Təqib eləmə. Məsəl üçün girim storylərinə baxım, bugün nə elədi, nə iş görür, kimlər like atdı, mənim storyimə baxdı mı, baxmadı mı, bunların başını burax.